Bu bulaq Ağstafa rayonunun Poylu kəndi ilə Xalfalı kəndini birləşdirən hissədə yerləşir ki, bu bulaqdan da Ağstafa sakinləri ilə yanaşı, həmçinin qonşu rayonların sakinləri də içməli su məqsədi ilə istifadə edirlər. Hər gün onlarla sakin, antisanitar vəziyyətdə olan bu ərazidəki bulaqdan su götürürlər. Bu bulağın suyu rayonun ən keyfiyyətli suyu olsa da, lakin ətrafında olan kadrlardan da gördüyünüz kimi məişət tullantılarından ibarət zibilxanalıq bura gələn insanlarda mənfi enerji yaradır. Aylardır təmizlənməyən zibilxanalığın boğucu iyisi də sakinləri narahat edir. Dünyada bu dəqiqə ən böyük problem su problemidir. Ən qlobal problemlərdən biri su problemidir. Dünyanın hər yerində, harada müalicə əhəmiyyətli su var, onun ətrafını düzəldirlər, ağac əkirlər, insanlar üçün skameyka qururlar, oturmaq üçün, yəni dincəlmək üçün. Burada da harada bulaq var, onun ətrafı deyiləsi, antisanitariyadır, zibillikdir. Əməkdaşlarımız mövzu ilə bağlı Poylu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində olub. Nümayəndə yerində olmadığı üçün məsələyə münasibət bildirmək üçün Ağstafa rayon İcra Hakimiyyətinə müraciət edilib. İcra Hakimiyyətində isə şifahi olaraq yaxın zamanlarda həmin ərazinin zibilxanalıqdan təmizlənməsi ilə bağlı aidiyyatı qurumlara tapşırıq verilməsi bildirilib. Biz gördük və göstərdik. Qalan hissəsi isə qaldı aidiyyatı qurumların öz insafına. Könül Kazımova, Kamran Əskiparalı, Elgiz Əbdürrəhmanlı bugün informasiya proqramı üçün.